O məsələdə bilgilərim sənin Yox, üçün bitik deyil. Bir dəqiqə, Pənah bəyin axı bunu bir mətni yoxdur axı. Çayxanada deyə bilər, sözlü deyə bilər, burada deyə bilər. Mətni yoxdur. Mənim təsəvvürüm bu cür danışıqdan sonra təsəvvürüm budur ki, Pənah bəy də bizim o nağıl sevər həqiqətən Azərbaycanlılardan biridir. Əsəri yazırsan, bax bu yaxınlarda mənim kitabım çıxacaq. Azərbaycan qaranlıq keçmişdən aydınlıq tarixə. Mən cəsarətli şəkildə Azərbaycanın gələcəyi ilə bağlı və keçmişi ilə bağlı əlaqənin harda qırıldığını və biz daha doğru hansı istiqaməti götürəcəyimizi orada müəyyən eləmişik. Və bu baxımdan həm əsərdə, həm də Osmanlının ciddi şəkildə tənqidi var. Çünki Osmanlı Səfəvidən daha fəlakətli bir sistem qurdu. Osmanlı tərəqqinin qapısına dayanmış, tərəqqini əli ilə itələdi. Mətbəəni itələdi. Ona görə də bizim hardasa görürsünüz, baxış bucağı nədir? Qəlibə salıb dərhal bir adamı qiymətləndirməyə salır. Mən hansısa bir çıxış edəm. Bu təzə bir şey.